Mən istəyirəm dostlardan da deyim. Allah bütün yaxşı dostların canı sağ eləsin. Bu da hər kəsin dostu var. Əgər yaxşılardan gedirsə söhbət, həmişə yaxşıdan götürün ibrət. Çalışmayın verəsiz dostluğa qiymət. Dostluğun heç vaxtı qiyməti olmaz. Dostlarsız dünyanın ləzzəti olmaz. Yaxşını həmişə var eləməkdir. Pisləri hər zaman xar eləməkdir. Dostluq tərbiyə deməkdir, əxlaq deməkdir. Pis dostun heç vaxtı mərifəti olmaz. Dostlarsız dünyanın ləzzəti olmaz. İndiki həyatımızda həmişə belədir. Deyir, görüb yaxşılığını tez qoparan var. Dostluğu ucuza gedib satan var. İki dost arasında söz aparan var. Dost arasına girənin qeyrəti olmaz. Dostlarsız dünyanın ləzzəti olmaz. Buradan bütün yaxşı dostların Allah canı sağ eləsin. Amin inşallah. Bir sonda da bir bənd deyim, deyir, çalış ki dostluğa hörmətlə yanaş, elə et ki aradan pərdə itməsin. Dostlarımız var olsun.